Peresetka ilə İstanbulda düşəndə anama zəng elədim ki, ana gəlirəm. Dedi, bala, sənə bir qız tapmışam, hala südənmiş, 300 manata işləyir, əziyyət çəkir, belə elə. Bəs birinci bizə gəl, sonra evə get. Dedim, yox, ay mama, yorğunam, başqa dönüm, yol yorğunu, o boyda yol gəlirəm. Südümü halal eləmərəm, yenə süd girdi araya. Nəysə, saat 3 düşdüm, aeroportda gəldim. Gəldim, oşum, yasamalı, qapıdan içəri girən kimi, oşum, elə, nə bilim, qapının ağzında anam açdı, telefonunu, ora, bura, oşum, qız zadı göstərdi, elədi, baxıram, həqiqətən Allah var, yalan deməyim, çox gözəl bir qız idi. Qəşəng idi, belə elə, indi yazıq, arvad nə bilsin, elə çıxdım, elə bir şəkillərinə baxırdım, elə qaldırdım, səhifəsinə baxdım, 300 manata görüşürəm, dibəcən alıram. Ay başqa dönüm, ay ana, sənə qurban olum, sən mənə qız tapma. Bu, nəinki əziyyət çəkir, bu elə əziyyət çəkir ki, bunun qazandığınla bizim tayfa dolanar. İndi, analar, gözünüzü seveyim sizin, tapmayın heç kimə. Artıq o deyil.